Necəsiz? Biz oyandıq. Bugün pozitiv oyanmışıq. Raul hələlik peçenyasını yesin. O vaxta kimi də birazdan yeməyini hazırlayacağam. Getdim, biraz bazarlıq elədim. Bu arada pankek eləmək istəyirəm bugünkü səhər yeməyinə. Ona görə də şəkər tozundan süd bitmişdi. Və Raulun da düyüsü bitmişdi. Bunu Raula almışam. Əslində Raula yerli düyü alıram. Sadəcə olaraq təmizləməklə uğraşmaq istəmədim. Ona görə Ankara aldım. Bu da zaten çox keyfiyyətli düyüdür. Tamaşa düyüsü. Daha sonra kəsmik aldım. Sırnik eləmək istəyirəm. Daha sonra Holland pendiri. Bununla da yenə nəyisə eləmək istəyirəm. Və gündəlik yeməyə üçünək ən sevdiyim pendirdir. Göbələk aldım. Göbələk, Holland pendiri və filə ilə börək eləmək istəyirəm. Amma hamısını istifadə eləməyəcəm. Yarısını yeməyə istifadə edərəm, yarısını da börək üçün. Bir ədəd süd, pankek eləmək üçün aldım. Şəkər tozum bitmişdi, onu aldım. Və bir ədəd sport peçenya. Burada isə bu arada dünən qazımız sönmüşdü axşam vaxtı. Ona görə çay içmək üçün kettle çıxartmışdım. Nəysə, su tökdüm biraz, bir damcı soğusun. Ondan sonra prosesini hazırlayacağım. Və kabak çıxarmışam. Kabakla da omlet eləyəcəm yanında. Biraz da meyvə qoyaram. Səhər yeməyi belə olsun. Bura biraz üyüdülmüş badam tökdüm, tahin və kərə yağı. Bunları qarışdıracağım. Kabaçokumuz da burada pişir. Yeməyimiz də bu formada hazırdır. Raul çox səbirsizlənir. Gedim tez onu yedirim. Raulka yeməyini yedi, yatdı. Mən də buranı belə düzəltdim. Çünki istəyirəm ki, bir yandan hazırlayarkən, bir yandan da Instagram üçün shots çəkim. Nəysə, mən tez bunu həll edeyim. Ondan sonra nəticəni sizinlə bölüşəcəm. Xəmirimiz hazırdır. Belə bir qaba tökdüm. Bu qabla eləyirəm, çox rahat olur. Qapağını da qoyaq və başlayaq qızartmağa. Bu formada belə sıxıram. İstədiyim qədər. İstilik isə bu qədər, yəni ortadan biraz daha aşağı dərəcədə. Bir tərəfi qızdı. İndi isə çevirirəm digər tərəfinə. Və pankekimiz də hazır. Burada belə sizi yormayacağım. Ona görə də bir çırpmayla həll edəcəm. Burada da belə bir tərəvəzləri soydum, hazırladım. Almadır, kökdür, bir də çuğundur. Raul üçün sok hazırlayacağım. Sadəcə olaraq meyvələri xaladenikdən təzə çıxarmışam, soyuqdur. Biraz isti su qatacağım içməyə verdiyim zaman. Qızlar, bir stəkan da özümə elədim ki,
Mənim də qanım aşağıdır, yəni bu ana südünə də təsir edir də qanın az olmağı. Ona görə Raula edəndə hər zaman özüm üçün də edirəm, yəni 2 nəfərlik hazırlayıram. Baxır ki, mən içirəm, o da başlayır içməyə. Burada da Raulkanın supçikidir. Bu arada mən supa sarı kök qatmışam. Sarı kök bilirsiniz də, yəni hər şeyə xeyirdir. Acımışdım, bala. Молодец. Нет, не хочешь? Давай. Молодец, молодец. Artıq axşam oldu, Raul da yatır, onu kameramı izləyirəm. Mən bu formada buzluqda saxlayıram. Heç bir dadı, ləzzəti itmir, çox gözəldə qalır. Yayda endirimdə olduqca alıram, doğrayıram, atıram buzluğa və demək olar ki, bir çox yeməyə istifadə edirəm. Burada ayrıca qızardıram ki, burada yapış-yapış olmasınlar. Bir yandan isə kotletlərimi hazırlayıram. Buzluğa atmaq üçün eləyirəm. Yəni vaxtım olmayan günlərdə çıxarıb tez qızardıb kartoşka ilə yemək üçün. Всё qızlar, indi təzədən bunu göndərirəm buzluğa. Tam özünü tutandan sonra da qaba yığacağam. Burada da yeməyimiz demək olar ki, artıq hazırdır. Bunun ağzını da bağlayaq. Bu arada Raul yuxudan oyandı. Saat hələ ki 8-dir deyə yatırtmıram ki 9-da, 10-da belə yatsın ki. Çünki mən də çox gec yatıram, 2-də, 3-də. Belə. Qaldı buranı yığışdırmaq. Növbəti gündən salamlar. Buranı dünən yuyub qoydum. Bunlar səhər çıxan qablardı. Da silməyə halım olmadı. Getdim yatdım. İndi isə könlümə bilincik düşüb. Amma bu səfər göbələkli toyuq əti ilə Holland pendirli eləyəcəm. İndi isə xəmir bir 15 dəqiqə belə gözləyəcək. Özünü tutacaq. Ondan sonra da başlayacaq pankeklərimizi hazırlamağa. Bu arada bayaq kameranın çəkdiyini düşünürdüm, amma çəkmirmiş. Xəmir qatı olduqdan sonra artıq geri qalan südü də tökürük. Tam qarışdırırıq və 2-3 yemək qaşığı da yağ əlavə edirik və salam. Çox rahatdır. Tərkibi də çox rahatdır. Hazırlanması da çox rahatdır. Bir damcı qaldı, çox az qaldı. Biraz qalın elədim, düzdür. Bilərək qalın elədim. Mən qalın xoşduram. Bu işlərim qutarsın. Ondan sonra keçəcəm, oranı dərmanlayacağım və 5 dəqiqə falan gözləsin. Daha sonra siləcəm. İndi isə sizdən bir şey soruşmaq istəyirəm. Deməli, mən buranı hər gün, gündə 2 dəfə, 3 dəfə falan təmizləyirəm də bu ərklərə görə.
ki, növbəti qabları yuyanda oje təmiz yerə qoyum. Ayrıca qab şılkası almaq istəmirəm. Çünki zaten kuxnada yerim yoxdur, hər yer doludur. Həm də ki, bura mənə kifayət eləyir onsuz da. Və belə bir şey var. Mən həmişə Asperox istifadə eləyirdim. İminə pastlara aid olanın, Asperox'un sarısını da istifadə eləmişəm, amma o yəni sırf yağ çıxarır. Past ləkəsini əsla çıxarmır. Həmçinin də Sodex'in də yağ üçün olanı istifadə eləmişəm, o da past ləkəsini çıxarmır. Sadəcə olaraq belə bir şey var ki, Asperox artıq bahalaşıb. Mən isə bir belə butulkanı bir həftəyə, 10 günə falan belə bitirirəm. Çox istifadə edirəm, hətta içirəm də, yəni o dərəcə çox istifadə edirəm. Ona görə Sodex ondan biraz daha münasib qiymətlidir. Amma bir məqam var ki, Sodex'da mənim əllərimə düşmür də. Yəni bunu istifadə edəndə gərək mütləq əlcək də taxım. Və Sodex'lə Asperox'un arasında 2 manat fərq var idi. Ona görə də biraz qənaət eləmək istədim. Bu səfər Sodex aldım. İndi istəyirəm ki, bunu bura sıxım, görüm, yəni işə yarayacaqmı? Düzdür, gərək almazdan əvvəl məsləhətləşərdim ki, bunu istifadə edib bəyənən oldu ya yox. Amma artıq istifadə edəcəm. Ümid edirəm ki, işimi görər bu da. Çox bəyəndim. Həqiqətən birəbir, yəni Asperox'la eyni işi görür. Bundan sonra bunu alacağım. Əla, bəyəndim. Linçikləri belə bir qaba qoydum ki, burada gözdəsin. Axşam Raul çünki indi yeməyini yedirəcəm. Ondan sonra gedəcəyik gəzməyə. Gələndə baxacağım vəziyyətə. Vaxtım olsa içliyini də hazırlayacağım. Belə bir qərara gəldim ki, Raulu gəzməyə axşam apararam, amma işlərimi indi görün bitirim ki, rahat axşam gəzək. Çünki gəzəcəm, tezdən gələcəm, yorğun iş görəcəm, biraz çətin olacaq. Amma işimi bitirib, biraz dincəlib, sonra gəzməyə çıxa bilərik. Nəysə, Raul biraz burada özün üçün başını qatsın. Mən də bir tane filə çıxardım. Burada yarım qalan soğanım var idi. Onu istifadə edəcəm. Bir də yenə yarım qalan göbələklərim var idi. Artıq bunlardan nə qədər çıxarsa, linçiklərin içinə dolduracağım. Keçək hazırlamağa. Harda qalmışdıq? Mən uca bilinçiklərimi hazırladım. Burada neçə dənədir? 6-8 dənə alındı. Qalanında səhər zavtrakda yeyərik də. Prosta işıqlar kəsilmişdi, 2 saat gəlmədi. Ona görə heç nə çəkə bilmədim. Saat artıq 11-dir. Raul da yatır. Mən də buraları səliqəyə saldım. Hər yeri təmizlədim. Bircə yeganə buralar var ki, yəni heç cür o araları təmizləyə bilmirəm. Məni çox narahat edirlər, amma yəni heç nə ilə oranı bilmirsiniz. Yəni bunu necə çıxartmaq olar, necə təmizləmək olar bunları. Əgər bir fikriniz varsa bildirərsiniz. Burada da bunu doğradım ki, sizə göstərim. Qızartmışam. Yəni əslində yandığını düşündüm, amma yox, yanmayıblar. Çox yaxşıdırlar. Dadı da super alınıb. Məncə yoxlamağa dəyər. Bu arada növbəti vloqda istəyirəm ki, körpəyə aid istifadə edib, razı qalıb qalmadığım məhsulları paylaşım. Çünki çevrəmdə çox insan məndən soruşur ki, yəni falan məhsul aldın, necə razı qaldın mı? Yəni çox maraqlananlar olur və mən də hər zaman bir şey alanda, əsas da körpə üçün alanda o şeyi çox araşdırıram, ondan sonra alıram. Narazı qaldıqlarım əslində çox azdır. Amma belə bir şey istəyərəm, çəkim paylaşım ki, yəni yeni evlənənlər, yəni ana olmağa hazırlaşanlar
məncə bilməlidir. Çünki mən özüm də belə videolar izləyə, məsəl üçün kim nə aldı, o daha sonra onu istifadə edərkən ondan razı qaldımı falan belə videolar izləyə. Zaten mən də fikir edindim və ona uyğun da gedib körpə alış-verişimi etmişdim. Nəysə, uzun sözün qısası, növbəti video istəyirəm bununla bağlı olsun. Siz necə bir şeylər gözləyirsiniz məndən, nələr çəkməyimi istəyirsiniz? Rəylərdə bildirsəz sevinərəm. Nəysə, bugünlük bu qədər. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın və kanalıma abunə olmağı, videoları bəyənirsinizsə bəyənməyi unutmayın. Fikirlərinizi də rəylərdə bildirsəniz məni çox sevindirərsiniz.